Salam əziz tələbələr, mən Kənan Məmmədov. Bugün sizinlə kursumuzda keçirilmiş ümumi sınav imtahanının suallarını baxacağıq. Başlayaq ilk sualdan. Burada bizə nə deyir? Verilmiş lent qrubu hansı lent tabına məxsusdur? Gördüyünüz kimi PowerPoint proqramından söhbət gedir. Və burada Customize lent qrupundan söhbət gedir. Gedirik PowerPoint-ə. Yəni bu nəzəri bir sual idi. Design lent tabına getsək, Design lent tabına görürük ki, burada Customize adlı bir lent qrupu var. Bu hissədən bizə verilmiş bir sualdır. Hansı ki bu Customize lent qrupunda siz format background deyərək arxa fonun formatını dəyişdirə bilərsiniz. Slide size deyərək həm slaydın ölçülərini dəyişdirə bilərsiniz, həm də ilk slaydın neçədən başlayaraq nömrələnəcəyini də təyin edə bilərsiniz. Doğru cavabımız oldu design. Yəni bizim sualda olduğu C variantı. Davam edir ikinci sualla. Faylın kontekst menüsünə aid olmayan əmr hansıdır? Aydın məsələ ki, faylın üzərində kopya əməliyyatı apara bilərik. Cut eləyə bilərik. Faylın kəsib başqa yerə atma şansımız var. Send to eləyib faylı harasa göndərə bilərik. Delete eləyib faylı silə bilərik. Amma copy to əmri kontekst menüdə olmur. Əgər biz faylı demək ki, copy to eləmək istəyiriksə, bu zaman File Explorer pəncərəsinə daxil olaraq həmin yerdən bu əmri yerinə yetirə bilərik. Yəni qovluq pəncərəsi və ya da File Explorer pəncərəsi. Doğru cavab olduğu Y variantı. Üçüncü sual, düzbucaqlı şəkildə seçim etmək üçün sağ sol düyməsi ilə birlikdə hansı düymə sıxılmalıdır? Burada olacaq alt düyməsi. Baxın, alt düyməsi və sağ sol düyməsi. Görürsünüz, düzbucaqlı şəkildə seçim edir. Məsəl üçün, mən gəlib burada Ctrl-X vursam, 2 verdiniz, ortadakı hissələri götürdü. Yəni burada Ctrl-Z verib geri qaytardım. Gördüyünüz kimi bizim sualda olacaq Y variantı alt düyməsi vasitəsindən bu əməliyyatı aparmaq olar. 24-də deyir ki, slaydların keçid effektlərinin kateqoriyalarını müəyyən edin. Baxın, burada slaydların keçid effektlərinin deyir, slayd obyektlərinin yox. Slaydların keçid effektləri deyirsə, bu artıq transitionda olan hissədən söhbət gedir. Burada isə 3 dənə forma var. Subtle, exciting və dynamic content. Baxırıq sualımıza. Demək, subtle 2 var. Exciting var 7 və dynamic content var 8. Doğru cavab olacaq 2, 7, 8. Y variantı. Davam edir 25-ci sualdan. Flash fill əmri nə üçün istifadə olunur? Flash fill əmri belə bir əmrdir. Bu, məsəl üçün, müəyyən xanalara məlumatlar daxil edirik. Məsəl üçün, buraya yazdıq yanvar. Yanvar sözündən aşağı doğru çəksəm. Ki, digər ayları yazdı. Hal-hazırda mən nə edirəm? Tutaq ki, deyirəm ki, hər ayın ilk 3 hərfini mənə göstər. Bir də bu seçimi vurdum və data length tabına gələrək flash fill əmrini vursaq, bu artıq başa düşəcək ki, soldakı sütunda olan məlumatın 3 hərfini göstərmək lazımdır. Görürsünüz, ona görə bunların hamısının 3 hərfini mənə qaytardı. Yəni gördüyümüz kimi burada olacaq bir neçə nümunə əsasında. Əslində bir və bir neçə nümunə deyə bilərəm, amma bir neçə nümunə deyən daha doğru, daha səlis variant qaytarır. 25-ci sualda doğru cavab olacaq C variantı. Bir neçə nümunə əsasında xanaların sütun üzrə avtomatik doldurulmasını təyin edir. Aşağıdakı mülahizələrdən hansılar doğrudur? Yazır ki, bunları bir səhifəyə indirim. Demək, nə yazır burada? Floppy disk drive. Yaddaş, FTD yaddaş haricliyə nisbətən sürətli və səssiz işləyən bir yaddaşdır. Bu yalandır. FTD yaddaşın sürəti daha aşağıdır. Yəni bunu deyə bilmərik. Streamer informasiyanın maqnit lenti üzərində yazan qurğudur. Bu doğru fikirdir. Video yaddaş enerjidən asılıdır, doğrudur. Daimi yaddaş ana platada DDR slotuna qoşulur. Əməli yaddaş desəydi, bəli, qoşulur. Amma daimi yaddaş qoşulmur. Doğru cavab 2-3. 27-ci sual. Text lent qrupuna hansı əmrlər daxildir? Word-dən söhbət gedir. Word proqramının içərisindəyik. Baxırıq ki, burada footnotes varmı? Görürük ki, yoxdur. Footnotes əmri harada yerləşir? Reference tabında yerləşir. Gəl baxaq. Reference tabına gəlirik. Gördüyünüz kimi burada footnote və endnote əmrləri var. Bizdən oranı istəmir. Dropcap əmri istəyir. Gördüyünüz kimi var. 2 var. Watermark əmri istəyir. Watermark yerləşmir. Demək, növbəti object əmri var. Object əmri bu hissədə varmı? Var. Thesaurus əmri yenə yoxdur bu hissədə gördüyünüz kimi. Və signature line əmri var. Və burada gördüyünüz kimi elektron imza deyirlər buna. Sənədin mühafizəsi üçün lazım olan bir parametrdir.
Bu da var. Doğru cavab olacaq B variantı. 28-ci suala baxarıq. Hansı qurğu açıq kabellərə şəbəkənin qoşulması zamanı xəttin sonunda enerji uduşu rolunu oynayan müqavimət kimi istifadə olunur? Bu sualda doğru cavab olacaq Y variantı terminator. Hansı ki transiver işçi stansiyasına yoğun koaksial kabel qoşulur? Müxtəlif topologiya yeni protokol yəni körpü götürürük. Modem və konnektor da aydın məsələdir. Yəni doğru cavabımız oldu Y variantı. 29-cu sual Paint qrafik redaktorunun köməyi ilə hansı əməliyyatı icra etmək olar? A variantında yazır ki, qrafik təsviri ekrana arxa fon şəkli kimi təyin etmək. Bu mümkündür. Yəni qrafik redaktordur. Orada olan hər hansı şəkli biz ekrana fon kimi təyin edə bilərik. 2-də yazır slaydlar hazırlamaq. Bu mümkün deyil. Yəni bu PowerPoint deyil, Paint'dir. Slayd hazırlamır. Baza cədvəllərini əlaqələndirmək. Yəni bu verilənlər bazasının dəyişmə sistemi deyil ki, cədvəllərlə işləsin. Riyazi hesablamalar əsasında vizuallar yaratmaq. Yəni bu Excel və ya da Power BI tipli proqramların işidir. Yəni Paint-də ən sadə qrafik redaktordur, bu işləri yerinə yetirməz. Mürəkkəb mətn sənədlərini hazırlamaq, bu da Word-ün vəzifəsidir. Yəni bu da oldu yanlış variant. Davam edək. Növbəti sualla verilənlər bazası cədvəllərinin fraqmentlərinə əsasən L şirkətinin anbarında neçə manatlıq malı var? Gəl baxaq. Eyni səhifəyə ataq sualımızı. L şirkəti, baxıram ki, L şirkətinin ID-si 64-dür. 64 ID-li şirkətin baxıram ki, məhsullarının ID-si 13 və 35-dir. 13 və 35. Demək 13 ID-li şirkətin 12. Da 13 ID-li məhsulun 12 sayı var və bu 13 ID-li məhsulun qiyməti 2 dənədir. 2 manat daha doğrusu. 12 vur 2. Üstə gəlsin. Digər məhsulu isə 35-dir. 4 sayı 4 dənədir. Və bu 35 ID-nin sayı da 8 dənədir. Demək 8 də vurdum 4-ə. Burada nə aldı? 12 vur 2, 24. 8 vur 4 də 32-dir. 24 ilə 32-nin də cəmi bizə verəcək 56. Aydın oldu. Birinci cədvəldən biz getdik. L şirkətini tapdıq. L şirkətinin ikinci cədvəldən hansı məhsulları satdığına baxıram. Hansı ki, L şirkətinin ID-si 64-dür. 64 ID-li şirkət görürük ki, 13 ID-li maldan 12 ədəd qəbul edib. Və həmçinin 35 ID məhsuldan 4 ədəd qəbul edib. Və bundan sonra bu məhsulların ID-sinə görə, malların ID-sinə görə gedib onların qiymətini tapıram. Bunu da tapandan sonra onların hər birinin sayını manat dəyərinə vururam və toplayıb cavabı tapa bilərəm. 56 manat oldu doğru cavabımız. Davam edək 31-ci sualla. Bu sualda bizə nə deyir? Alqoritm fraqmentinin yerinə yetirilməsi nəticəsində C dəyişəninin qiyməti neçəyə bərabər olar? Baxın, A9, B4 verilib. A9, B4. Gəlir buraya yazır ki, B bərabərdir, B üstə gəl A. Yəni, B-nin qiyməti elədir 13. Artıq 4 qiymətimiz yoxdur. Deyir ki, əgər B A-dan kiçik olarsa, 13 9-dan kiçik olarsa, bunu icra elə. Bizdə də aydın məsələ ki, 13 9-dan kiçik deyil. Bu halda əks hala baxacağıq. Əks halda yazır, C bərabərdir, A üstə gəl, yəni 9 üstə gəl, 2 vur B, 9 üstə gəl, 2 vur 13, yəni 26. Bu deyəcək 35. Doğru cavab D variantı. Davam edək 32-ci sualla. Paraqraf pəncərəsinin köməyi ilə nəyi dəyişmək olar? Paraqraf həm də abzas deməkdir. Azərbaycan dil tərcüməsindən də gördüyümüz kimi. Paraqrafla abzaslara aid olan şeyləri dəyişmək olar. Yəni, üfüqi istiqamətə düzləndirmək olar. Abzasın sağ-sol boşluğunu düzəldərsiniz. Sətir başlığından boşluq məsələsi düzəldilər. Sətirlər arası interval düzəldilər. Amma şriftlər arası interval üçün artıq siz şrift dediyi üçün fonta getməlisiniz. Font length qrupuna gedirsiniz və burada əslində font length qrupunun içərisində burada advanced hissəsinə gəlib bu hissədən, spacing məsələ üçün hissəsindən bunu təyin edə bilirsiniz. Amma istənilən halda paraqrafda bu əmr yoxdur. Burada doğru cavab oldu C, 32-də. 33-cü sual C4 xanasının nəticəsini tapın deyir. Baxıram ki, burada count A1, B3. A1, B3 diapazonunda count ədəd olan xanaları tapır.
Aydın məsələdir ki, bu funksiyalar xanalarda yalnız heç-nəsiz ədədi tapır. Yəni yanında vergül və yaxud da daha doğrusu yəni qoşa dırnaq arasında yazılmaq, true, false, qoşa dırnaq ədəd bunları görməz. Burada da bu funksiyanın cavabı 1, 2, 3 eləyəcək. Gəldi ikinciyə count A1, B3. Count bu diapazondakı dolu xanaları tapır. Bu da 5'dir. Üçüncü hissəyə gəldik. Countif A1, B3. Yəni bu diapazonda qoşa dırnaq arası boşdur. Yəni heç nələri tap, boşları tap. Bu da deyəcək 1. Gördüyünüz kimi 3, 5, 1. Bu da bizə verəcək 9 cavabı. Doğru cavab B variantı. 34-cü sual. Akses 2019-da süzgəclərin növlərinə aid olmayan hansıdır? Belə bir qısaltma var idi. Süzgəclərin növləri. Baxın, sahənin qiymətinə görə süzgəc var. Seçilmişə görə süzgəc var. Genişləndirilmiş süzgəc var. Və formaya görə və ya adi süzgəc var. Yəni bu 4 variant yanlışdır. Verilən, daha doğrusu doğrudur. Bizim üçün yanlışdır. Verilənlər üzərində aparılan əməliyyatlar isə hesabi əməliyyat var. Hansı ki, orada variantlarımızın birində hesabi verilmişdi. Hesabi süzgəc növü hesab olunmur. O slaydı mən sizə yönəltmişdim. O slayda da baxsaz faydalı olar. Davam edək 35-ci sualla. 35. Nə deyir 35-də bizə? Deməli yazır ki, servis proqram təminatına aid olanlar seçin. Viruslarla mübarizə var. Arxivləşdirmə, arxiv açma var. İstifadəçinin təvəzzini təkmilləşdirmək var. Qrafiki redaktor bu tədbiqi proqram deməkdir. Servis deyil, yoxdur. Elektron təqdimat tədbiqidir. Bu da çıxdı. Mühasibat proqramları yenə tədbiqi proqramdır. Bu da çıxdı. İnteqrallaşmış paketlər, yəni Office paketi məsəl üçün. Microsoft Office paketi. Bu da tədbiqi proqramdır. Bu da çıxdı. Doğru cevap oldu 1, 2, 6. TFS fayl sistemi ilə haqqında verilmiş fikirlərdən doğru olanları müəyyən edin. Burada bizə nə deyir? Ya bunları da eyni səhifəyə gətirək. Burada bizə deyir ki, deməli 512 baytlı 64 kilobayt arasında istənilən ölçülü klasterdən istifadə edə bilir. Bu doğru fikir. Doğru fikirdir. Yalnız flash yaddaş tipli mobil daşıyıcılarda istifadə olunur. Bu yanlış cavabdır. Susmaya görə 4 kilobayt ölçülü klasterdən istifadə olunur. Bu doğru cavabdır. NASA sektorların meydana çıxmasına klasterin əvəz olunmasına imkan verir. Bu doğrudur. Maksimum 128 terabayt həcm disklərlə işləmə imkanı var. Bu isə yanlış fikir olacaq. Kitabda həmin hissəyə gedək. Orada ətraflı olaraq digər izahlara da baxaq. Baxın, burada fikir verirsiniz. NTFS ilə bağlı ətraflı məlumat verilir. NTFS ilə bağlı görürsünüz. Fayl sistemi ilə fayl sistemi müqayisəsi yüksək sürətli xarakteristikası var. Etibarlı uyuşanlığı fərqlənir. Bu fayl sistemi də 512 baytlı 64 kilobayt arasında istənilən ölçülü klasterdən istifadə edə bilir. Standart hal üçün susmaya görə 4 kilobayt ölçülü klasterdən istifadə olunur. NTFS fayl sistemi maksimum 256 terabayt ölçü olan disklərdə çox böyük həcmli fayllarla işləməyə imkan verir. Görüşü 256 terabayt olmalı olduğu halda bizdə isə 128 terabayt yazılmışdı. Maksimum 128 terabayt. Buna görə səhv götürdük. Doğru cavab alacaq 1, 3, 4. Davam edək. Kontekst menünün paste əmrinin aktiv, paste shortcut əmrinin isə passiv olması nəyi bildirir? Yadda saxlayırıq ki, bu əmrlərin hər ikisi passivdirsə, demək ki, heç bir əməliyyat, cut və ya da copy tipli əməliyyat olunmayıb. Zaten mübadilə buferi boşdur, bunu deyə bilərik. Əgər hər ikisi aktivdirsə, demək copy əməliyyatı icra olunub. Copydən sonra biz faylımızı harası yapışdıra bilərik, qısa yolunu da yarada bilərik. Hansı ki, copy əmrindən sonra fayl öz yerində qalır. Və beləliklə ona istinad da vermək olar. Amma cut əmrindən sonra fayl buradan götürülür, harasa yapışdırmaq olar onu, yəni paste eləmək olar. Amma paste shortcut olmaz. Çünki öz yerində qalmayan bir fayla mən necə paste shortcut verim? Burada isə doğru cavab olacaq A variantı. Seçilmiş obyekt üzərində cut əmri icra olunub son olaraq.
Davam edən informasiyanın xaric etmə qurullarına aiddir. Xaric etmə qurullarında xaric etmə qurullarında skaner daxil etmədir, TV tuner daxil eləyir, joystick də daxil eləyir, monitor xaric etmə qurulusudur, hansı ki kompüterdəki məlumatı çıxartmaq üçündür, web kamera da daxil eləyir. Sadəcə diqqət yetirək ki, monitor xaric etmə qurulusu olsa belə, sensor monitor və də touchscreen monitorlar ikili funksiyalıdır. Həm daxil, həm xaric eləyir. 39-cu sualda elmlər hansı təsnifata görə universal, problemlü və ixtisaslaşdırılmış olaraq bölünə bilər? Burada isə doğru cavab olacaq təyinatına görə. Məsəl üçün, element bazasına görə bu nəsillərə bölünürdü. Qabarit ölçülərinə görə yenə böyük, çox böyük, super və s. bölünür. Xarici yaddaşın tutumuna görə hər hansı bölgü yoxdur. Həmçinin məhsuldarlığına görə də xüsusi bir bölgü yoxdur. Ədəd verdi bizə, ikili ədədi onluq say sisteminə çevirin. Burada da aydın məsələdir ki, demək ədədi yazırıq və ondan sonra nə edirik? Onluğa çeviririk. 0, 1, 2, 3, 4 və 5. Nə edirik? Ən əvvəldəki ədədi, yəni 1-i vuracam 2 üstü 5-ə. Üstə gəlsin, bu 1-i vuracam 2 üstü 4-ə. Üstə gəlsin 0 vur 2 üstü 3, onsuz da 0 edir, bunu yazmıram. 1 vur 2 üstü 2 yazdım. 0 olanı yazmıram. Bu da 1 vur 2 üstü 0. Nə deməkdir? 32, 16, 48, 52, bu da 1 eləyəcək 53. Doğru cavab olacaq B variantı. Davam edək növbəti sualla, 41-ci sualla. 41-də bizə deyir ki, printerin çap sürəti saniyədə 3 kilobaytdır. Və bizim də sənədimizin 48 sətri, 32 simvolu var və 25 səhifədir. Deməli, 48 sətri mən yazacağım 16 vur 3 kimi. 32 simvolu yazıram 2 üstü 5 kimi. 25 səhifə ilə 25 olaraq qalsın. Əlavə olaraq da Unicode olduğu üçün 2-yə vurdum. Cavabı almışam byte-la. Byte-dan kilobayta keçərəm. Çünki yuxarıda bir kilobaytla müqayisə istəyir. Byte-dan kilobayta keçmək 2 üstü 10-a bölmək deməkdir. İndi baxın 2 üstü 4, 2 üstü 5 və 2. Bunlar elədi 2 üstü 10. Bu 2 üstü 10 da getdi. Bizim oldu 75 kilobayt informasiyamız. Və indi bizə deyir ki, saniyədə 3 kilobaytla ötürən bir printer 75 kilobayt məlumatı nə qədər vaxtda ötürər? Aydın məsələ ki, 75-i böləcəm 3-ə. Bu da edəcək 25 saniyə. Davam edək 42-ci sualla. Hansı mak ünvandır? Bunu soruşur. Doğru mak ünvandır. Bir də hər şey qaydasındadır. Demək, mak ünvanda 12 dənə 16-lıq say sisteminin simvolu olmalıdır və bunlar 6, 6 hərəsində 2 dənə olmalıdır. Bu doğrudur. İkincidə 4 dənə 3, 3 verib. Bu doğru deyil. Həmçinin 4-də də bu formada verib. 3-də 14 dənə simvol verib deyə səhvdir. Yəni 7 dənə ikili qrup verib. 5-də yenə də doğrudur. 6 dənə ikili qrup və hamısı da 16-lıq say sistemlərinin simvollarıdır. Doğru cavab 1, 5. Davam edirik 43-cü sualla. 43-cü sualda 6 ədəd seçimimiz var. Görə burada nədən söhbət gedir? Mətn prosesor üçün doğru mülahizələri müəyyən edin. Əlfəcinlər, yəni bookmark, insertlər tabından əlavə olunur. Bu, aydın məsələ ki, doğru fikirdir. Bookmark var. 2-də yazır ki, mündərizət review'dan səhvdir, referensdən əlavə olunur. Seçilmiş sözün sinonimin axtarışı review'dadır. Düz deyir, tezarus əmridir. Makroslar home'dan əlavə olunur, yalandır, view'dan əlavə olunur. Page setup lent qrupunda tək və cüz səhifələrini fərqləndirə bilər, doğrudur. Sətirlərin nömrələnməsi arrange lent qrupundan həyata keçirilir. Bu da yalandır. Biz əgər sətirlərin nömrələnmək istəyiriksə, gələcək layout hissəsinə. Buradan line numbers var. Görürsünüz, page setup lent qrupundandır. Arrange-də sadəcə şəkil üzərində aparılan əməliyyatlardır. Doğru variant oldu 1, 3, 5. Davam edelim 44-cü sualla. Bu da maraqlı suallardan biri idi. Demək yazır ki, count 1, 2, 3. Bu bizə verəcək 3 cavabını. Yəni count ədəd lafazlar sayır. ABS -1 verəcək 1 cavabını. -1-in modulunu tapır da. Sonra gəldik burada len, boşluq. Görürsünüz, bu dırnağı açıb bağlayıb. O demək ki, bunun içərisində heç nə yoxdur. Yəni 0.
Bura 3 olmalıdır. Qalsın yadımızda. Power A2 B1. A2 xanasına 1 yazılıb, B1 xanasına 0. 1 üstü 0 da bizə 1 cavabını verir. Gəlir şərtə. Demişdik ki, if funksiyasının sintaksisi 3 hissədən ibarətdir. Birinci hissə şərti göstərir, ikinci hissə true, üçüncü isə false halını göstərir. Bura baxırıq ki, bizə deyir A1 B1-ə bərabərdirmi? Yəni 3 0-a bərabərdirmi? Elə buradan false aldıq. Biz də bilirik ki, and-də, yəni heç olmasa bir false varsa artıq false-dur. Heç digər hissəsinə baxmağa ehtiyac yoxdur. Yəni bura bizim şərtimizdir və buradan bura kimi. Bura true olan halda nələr deməliyik? Budur. Bu hissə isə false olan halda nə deməliyik? Budur. Biz də görürük ki, bizdə artıq false alınıb. False alınırsa, B1 xanasında olan ifadənin faktorialını tapmalıyıq. B1 xanasında 0 var. 0-ın da faktorialı 1 eləyir. Bunu diqqətimizdə saxlayaq. Bir çox yoldaşlar 0 olduğu üçün avtomatik 0 götürür. Amma əslində isə 1 olmalıdır. Doğru cavab 1. Davam edək 45-ci sualına. 45-də nədir? Uyğunluğu müəyyən edin. Burada bizə deyir ki, demək, internetə qoşulma növləri GPRS var, mobil qoşulma növüdür və dialog var. Köhnə qoşulma növü olsa da, yəni qoşulma növüdür. 2-də protokol deyir, UDP protokolu var. Hansı ki, informasiyanın etibarsız şəkildə ötürülməsini təmin edən bir protokoldur. Həmçinin FTP var, fayl transfer protokol, faylların ötürülmə protokoludur. İnternetdə kompüterin ünvanı deyəndə isə DNS ünvanları götürülür. Yəni rəqəm ünvanlarını adlara çevirir və adları rəqəm ünvanlarına çevirmək üçün istifadə olunur. 25 sualın izahı bu qədər. Əgər hər hansı suallarınız, qaranlıq qalan məqamlar və s. olarsa, videonun qeydlər hissəsində yaza bilərsiniz və yaxud da şəxsidən də dərs vaxtı da suallarınızı ünvanlaya bilərsiniz. Uğurlar hər birinizə. Görüşərik.